baş beyinlə. Deməli, baş beyin, beynimizi bilirik də harda yerləşir. Bizim kəllə boşluğumuzda yerləşir. Orta yaşlı insanlarda kütləsi 1300-1400 qrama bərabərdir. Baş beyindən 12 cüt sinir çıxır, kəllə beyin siniri çıxır. Deməli, bunun 5 cütü hərəki idi. 3 cütü hissi, 4 cütü qarışıq idi. Deməli, 12 cüt dedik sinir, 5 cütü hərəki, 3 cütü hissi, 4 cütü qarışıq, 5 cüt hərəki, 3 cüt hissi, 4 cüt qarışıq. Bunlardan bir cütü azan siniridir. Azan sinirlər beyinlə daxili orqanlar. Yəni, daxili orqanlarımız ürək, akciğərlər, mədə, bağırsaqlar arasında əlaqə yaradır və azan sinir qarışıq sinirdir. Ara beyin. Deməli, ara beyin burada şəkildə var. Ara beyin hardadır, orta beyin hardadır? Bunlara diqqətlə baxarsınız. Görmə qabarları talamus və qabaraltı sahədən hipotalamusdan ibarətdir. Talamus, hipotalamus. Görmə qabarları talamus, qabaraltı sahə hipotalamus. Qoxudan başqa bütün hiss impulsların buradan keçərək baş beyin yarım kürələrinə getməsini tənzimləyir. Bunlar yerimə, qaçma, üzmə və sair reflekslərə nəzarət edir. Temperatur, maddələr mübadiləsi bir çox emosiyaları tənzimlədir. Yerimə, qaçma, üzmə, temperatur, maddələr mübadiləsi bir çox emosiyalar. Orta beyin. Skelet, burada ara beyinə baxsaz, burada ənsədə, yəni bu hissədə yerləşir. Orada ona görə görmə qabarı və qabaraltı sahəni görüb yadda saxlaya bilərsiniz. Keçdik orta beyinə. Deməli, skelet əzələlərinin gərginliyini, tonusunu, işıq və səs qıcıqlarına qarşı səmt reflekslərini tənzimləyir. Skelet əzələlərinin gərginliyi, tonusu, işıq və səs qıcıqlarına qarşı səmt refleksləri. Yəni, bu nə deməkdir? İşıq və səs hardan gəlirsə, səmtini, yəni ora doğru çevrilirsən. Mən səni çağırıram, sən oradan səsi eşidib səmtinlə, yəni çevrilirsən istər-istəməz ki, görünür hardan gəldi. Beyincik. Deməli, beyincik harda? Burada yerləşir şəkildə göstərilib. Onurğa beyinlə